İkinci hissəyə keçirik. Adəmdən danışdıq, mələklərdən danışdıq və harda qaldıq? Allah Adama bütün şeylərin adlarını öyrədir, göstərir və deyir ki, əgər doğrusunuzsa iddianızda nə edin? Əgər doğrusunuzsa, demək, mələklərə göstərərək, əgər doğrusunuzsa bunların adlarını mənə bildirin dedi. Əgər belə ağıllısınız, belə mənə ağıl öyrədirsiniz, belə mənə yol göstərirsiniz, yəni bildirirsiniz ki, mən bir şeyin qərarını vermişəmsə, sən mənim qərarımdan məni dəyişdirirsənsə, demək, belə çıxır ki, sən məndən ağıllısan da, belə çıxır ki, sən məndən elmlisən, qeybi sən bilirsən, hikmət sahibi sənsən və alimsənsən. Və sonunda hökm, qərar sənin üzərində qaldı ki, sən hökmündə sən qalib gəldin. Belə çıxdı. Və bu bir şirkdir. Yeri gəlmişkən şirk nədir? Şirkin mövzusu olacaq inşallah yaxın zamanda və şəfaət mövzusu olacaq yaxın zamanda. İnşallah bu şəfaət mövzusu ki, insanlar, Hristiyanlar İsa Peyğəmbəri, Yahudilər Üzeyir Peyğəmbəri, Musa Peyğəmbəri, digərini və müsəlman aləmində də Məhəmməd Peyğəmbəri bir şəfaətçi kimi, şəfaət edən kimi iddia edirlər ki, olacaq, şəfaətçi olacaq müsəlmanlara. O haqda inşallah mövzu olacaq gələcəkdə. Bu arada bunu deyim ki, və orada araşdırıb baxıb görəcəyik ki, şirk nədir? O şəfaət iddiasını etmək şirkə gətirir, çıxardır, yoxsa yox. İndi qaydırıq mövzumuza. Demək, onlar nə cavab verir? Deyir ki, mələklər deyir ki, sən paksan. Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Dərhal nə etdilər? Etiraf elədilər, bax. Etiraf elədilər ki, sən paksan. Biz sənin öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, innəkə əntə alimun hakimun. Həqiqətən sənsən bilən və hikmətli. İndi dedi, o zaman dedi Allah, nə dedi? Ey Adəm, bunların adlarını onlara bildir. Kimə? Özü bildirir? Yox. Özü bildirmir. Bildirir, yönəldir Adəmi ki, ey Adəm, sən öyrəd onlara. Və yaxud səni bəyənmirdilər, yəni. Onlar səni bəyənmirdilər, mələklərə bildirir ki, bəyənmirdiniz, istəmirdiniz ki, onu yaradım. İndi mən bir yana, mənə elm verirdiniz, mənə yəni istiqamət göstərirdiniz ki, niyə yaradırsan? Yəni belə çıxır ki, mən bilirəm nə deyirəm, sən yaratma, sən yaratsan peşman olarsan, etmə bu işi. İndi mən bir yana, mənim yaratdığım, o bəyənmədiyin yaratdığım Adəm, insan, sənə müəllimlik eləsin, sənə öyrətsin ki, o sənin bilmədiyin şeyləri sənə öyrətsin. Yəni bir adam bir adama, ya bir kəsə bir şey öyrədirsə, o elmdə demək ondan nədir? Üstündür. O öyrənilən də, öyrənən də nədir? Öyrədənə tabidir. O Musa başqa ayələrdə nə deyir? Musa elm verilmiş şəxsin yanına ki gəlir, deyir ki, sənə tabi olunmu? O şərtlə ki, sənə verilən elmdən mənə nə edəsən? Öyrədəsən. Yəni tabi olum sənə, tabiçiliyimi, tabi oluram sənə. Amma o şərtlə ki, sən də mənə, sənə verilən elmi mənə də öyrədəsən, mənə də bildirəsən. İndi, burada yenə baxaq görək nə olacaq indi, nə baş verir burada. Deməli, dedi, ey adam, bunların adlarını onlara bildir. Onların adlarını, yəni mələklərə, Adəm mələklərə onların adlarını bildirdiyi zaman dedi. Kim dedi? Allah. Mən sizə söyləmədimmi ki, mən inni ələmu qeybi səməvəti vəl-ərd. Həqiqətən mənəm alim, bilən, qeybi. Həqiqətən mənəm qeybi, bilən. Neyin? Səmaların və yerin. Yəni səmaların və yerin qeybini bilən demədimmi sizə ki, mənəm bilən? Sonra nə cavab? Dalıca nə deyir? Və əlimu və bilirəm mə tubdunə və mə kuntum təktumun. Neyi ki, və mən bilirəm yenə də, neyi ki gizlədir və neyi ki
aşkar edirsiniz. Demek onların içinde nəsə gizlətdiyi varsa, var ki, Allah deyir ki, mən bilirəm siz nəyi gizlədib və nəyi aşkar edirsiniz. Yəni burada buradan belə çıxır ki, mələklərin içində nəsə bir gizlənən bir şey vardı. İndi bilmirəm həsədmi, bilmirəm bir nə idisə ki, Allahu alim, Allah bilir daha doğrusunu. Amma yəni ki, vardı. Olmasaydı burada Allah deməzdi ki, mən bilirəm nə səmaların və yerin qeybini və mən bilirəm nəyi gizlədir və nəyi aşkar edirsiniz. Bunları mən bilirəm, siz bilmirsiniz. Deyir, demədimmi sizə, söyləmədimmi sizə? Yəni, Adəmlə öyrədir onlara. Və deyir ki, mən demədim, mən bilirəm. Demir, görün, Adəm bilir. Yeri gəlsəydi, özü deyərdi, özü də bildirərdi. Sonra da daha can deyərdi ki, mən demədim sizə ki, mən bilirəm qeybi, göylərdə, səmalarda və yerdə bütün qeybi və bilirəm nəyi gizlədir, nəyi aşkar edirsiniz. Demək, onlar neysə gizlədirlər. Neyi aşkar edirsiniz, neysə aşkar etmək, açıq aşkar neysə demək, amma gizlində olan, batində olan, zahirdə olan onun cümləsidir, insan və yaxud qeyrisinin cümləsi danışdığıdır. Amma batində olan gizlində, niyyətində olan, içində olan, o gizlində olan, batində olan da Allah deyir ki, mən bilirəm. Sən yəni ağzından çıxan hər hansı bir kəlməni de, hər hansı bir sözü de, fikir yürüt, nə edirsən elə, bir əməl et. Mən onun daxilini də, gizlətdiyini də bilirəm, o içində niyyətimi də bilirəm. Sonra və dalıcan bilirəm nəyi gizlədir və nəyi aşkar edirsiniz deyir və deyir ki, biz mələklərə Adəmə səcdə edin dedik və nə deyir? Adəmə səcdə edin dedik. Sonra bu mövzu gəlir. İndi burada ilk öncə onu bilmək lazımdır ki, ilk öncə bilmək onu lazımdır ki, Allah niyə Allah mələklərə deyir, məsəl üçün səcdə edin o Adəmə. İndi niyəsini Allah'tan başqa kimsə bilməz. Biz sadəcə yenə deyirəm, buradan oxuyub, Allah deyir ki, siz Quranı oxuyun və sizə asan olanı, bizə yəni asan elmimizə, elmimizin gücü çatılacaq dərəcəsi nədirsə, ona Allah özü deyir ki, oxuyun asan olanı. Yəni bizə bu cür asandır oxumaq, bugün ağlımız buna çatır, biz bunu oxuyuruq, bundan bunu götürürük, bunu tərbiyə alırıq, başa düşürük ki, buradan. Demək, mələklər Allaha nə etdilər? Yol göstərməyə qalxdılar. Allah da onları yerinə oturtdu. Sonra da Adəmə öyrətdi. Adəmə dedi ki, sənin də öyrəd onlara. Ki, onlar şey eləmirdilər. O Adəmə demir, sənə yəni istəmirdilər yaranmağı. Sadəcə Allahla mələklərin arasında olan mövzunu deyirəm. Mələklərə bildirir ki, yəni, bax, Adəm öyrədir sizə. Siz Adəmin insan yaranmasını istəmirdiniz. Amma Adəm sizə öyrədir. Adəm sizin müəlliminiz oldu. Müəllim də şagirddən üstündür. Nədə? Həmin o elmdə. Və neynir? Və mələklərə deyir ki, Adəmə səcdə edin. Aşağıda indi oxusaq geçsək, görəcəyik ki, orada nə deyir? Adəmə səcdə et ki, deyir. Adəmə səcdə edin. Başqa ayələrdə də deyir ki, biz mələklərə səcdə edin dedi. Ona ruh üfürülən kimi hamınız ona səcdə edin. Demək, səcdə mövzusu birinci olur. Burada zaman mövzusu var. Yəni, səcdə mövzusu birinci olur. Allah Adəmi yaradır, ona ruh üfürür. Hələ yaratmamışdan qabaq deyir ki, yaratmaq istəyirəm. Mələklər deyir, niyə yaratmaq istəyirəm? Allah deyir ki, mən bilirəm sizin bilmədiyinizi. Sonra Adəmi yaradır, ona ruh üfürür. Və deyir ki, ona ruh üfürən kimi hamınız dərhal ona nə edin? Səcdə edin. Ona səcdə edirlər, ondan sonra Adəmi nə edir? Deyir ki, cənnətə gir zövcünlə. Adəm yarandı, havada belə dayanmamışdı ki. Demək, Adəm əgər fizikidirsə, bədən, fiziki bədən harada olmalıdır? Cənnətdə. Cənnətə girir, o yeməz içməz deyil, yiyir, içir, orada istədiyin yerdə ye, iç, qal, orada sənə nə aclıq, nə soyuq, nə isti, yəni problem yoxdur, yaşayın rahat. Sadəcə o meyvəyə, bir ağaca yaxınlaşmayın. İndi orada Adəmi qaldırır, demək, olar ki, etiraz edir, Allah da deyir ki, mənə etiraz edirsən, səcdə elə, səcdə elə. Kimə? Yaratdığım o Adəmə, o insana səcdə elə. Və Adəm, mələklər səcdə edir Allaha təslim olaraq, yəni Allahın əmrinə tabi olaraq səcdə edirlər. Burada mövzu Adəmə səcdə etmək deyil. Burada Allahın əmrinə səcdə etməkdir ki, bəzi müfəssirlər deyir ki, Allahdan başqasına səcdə olunmaz. Bəli, Allahdan başqasına səcdə olunmaz. Niyyətə baxır. Əgər Allah bizə əmr etsə ki, səcdə edin
Səcdə et qarışqaya, mən qarışqaya da səcdə edərəm. Qeyri bir şeyə də əmr etdiyi. Çünki mənim səcdəm qarışqaya olmayacaq. Mənim səcdəm Allahın əmrinə olacaq. Mənim üçün fərqi yox. Yəni orada Kəbə var. Biz Kəbəyə səcdə edirik. Kəbə 4 divardır, içində də bir qaradaşdır. Yəni içi boşdur, içində yoxdur içində. Yəni ora biz əyilib səcdə ediriksə, biz o daşa, kəsiyə, kvadrata, kubika, nə bilim, xalçaya, palaza, Ərəbistana ibadət eləmirik. Biz Allahın əmrinə səcdə edirik ora. Səhər, məsəl üçün, Kəbə olmasaydı, deyilsəydi ki, gün çıxana səcdə edin, oraya səcdə edəcəyik. Gün batana edin, gün bat. Yəni bizim üçün fərqi yoxdur müsəlmanlar üçün. Yetər ki, Allahın əmri olsun, Allah dilədiyi olsun. Allah haradirsə, necədirsə, biz ora səcdə edərik, biz onun əmrini yerinə yetirib, ləbbeyk deyib, təslim oluruq inşallah. Eşitdik və inam gətirdik inşallah. İndi burada mələklər də nə etdi? Səcdə etdi, yəni Allahın əmrinə. Amma iblis nə etdi? İblis iddia çıxartdı. O, mən səcdə eləmirəm. Niyə? Niyə? Nə mani oldu? Allah deyir Quranda başqa ayədə deyir ki, sən nə mani oldu mənim öz əlimlə yaratdığıma səcdə etmədin? Deyir ki, mən ondan üstünəm. O kimdir ki, mən o torpaqdan yaranıb, mən otdan yaranmışam. O kimdir ki, mən ona səcdə edeyim? İndi burada mövzular, başqa mövzular çox deyə, o kimdir, bu kimdir, o nədir, bu nədir, onun xırdalığı, bu simvolik bir xırdalamalar var orada da ki, niyə, o kimdir, nə deməkdir? Yəni, əvvəl Yusuf mövzusunu aparanda, Peyğəmbər mövzusunu aparanda, orada dedim ki, belə bir ayələr çoxdur, yəni ki, xırdalanacaq, mənasını dərinliyinə varılacaq ayələr çoxdur. Yavaş-yavaş, hissə-hissə bunlar olacaq inşallah. Məsəl üçün, iblisin deyir ki, mən onlara sağdan, soldan, öndən, arxadan hücum verəcəm. Sağdan nə deməkdir, soldan nə deməkdir, öndən nə deməkdir, arxadan nə deməkdir. Bütün bunların hamısının mənası var. Bu sadəcə belə şeir olsun, cümlə olsun, belə bir söz atım, belə cümlə olsun, söz olsun deyə, havadan bir söz bıraxım deyə söz işlətmək deyil, boş mövzu deyil. Orada arxadan gəlmək nə deməkdir, sağdan nə deməkdir, soldan nə deməkdir, arxadan nə deməkdir, onların hamısını inşallah yavaş-yavaş, inşallah Allah izin verərsə danışacağıq. Deməli, nə olur indi? Buradan biz nə götürməliyik? Buradan biz nə başa düşməliyik? Yəni ki, ilk öncə onu götürək ki, Adəm onların hamısını Adəmə öyrətdi. Adəmə öyrədilən şeylər nə idi? Bəzi müfəssirlər deyir ki, onlara öyrədilən bəzi şeylər o şeylərdir ki, məsəl üçün mələklər deyir ki, bu göydür, bu yerdir, bu nə bilim aydır, bu günəşdir, bu galaktikadır, bu ağacdır, bu sudur, məsəl üçün, belə şeylər deyir. Bəzi müfəssirlər deyir ki, yox, Adəm bütün insanların adlarını, familiyasını, kimin oğludur, kimin nəvəsidir, nədir, hamısını Adəm bilirdi. Allah öyrətmişdi, artıq o bilirdi. Yəni o bilir ki, mənim adım nədir, mən kimin oğluyam, sən kimin oğlusan, sənin adın nədir, haçan doğulmusan, nə yeyirsən, nə içirsən, sənin haqqında olan bütün qeybi bilirsən ya, bilir ya. Bütün qeybi yüklədi Adəmə, hamısını bilirdi. Adəm bütün adları bilirdi, hər kəsin adı ilə, familiyası ilə tanıyırdı. Yəni ki, təsəvvür edin ki, Adəmdən hələ yaranmamış insanların hamısının adlarını bilirdi. İndi, bu biraz uzun mövzu deyə, mən tələsə, tez nədir ki, mövzunu çatdırım deyə, üstünə qoyum, güp işləyim, deyim, belə eləyə bilmirəm. Yəni, mən burada YouTube'da vaxtım o qədər də, niyə mən həmişə tez deyirəm, vaxtım yoxdur, vaxtım? Çünki məndə 15 dəqiqədən artıq mən video roliki qoya bilmirəm. Yüklənmir məndə. Bilmirəm niyə yüklənmir, mən eləyə bilmədim. Bəziləri də eləyə bilmədi, göstərildi, onu bilmirəm ki, onlar da bacarmadı, eləyə bilmədi. Ona görə mən məcbur oluram 15 dəqiqədən artıq YouTube'a qoymayayım o rolikləri. Yoxsa mən bunu 1, 2, 3 hissəyə zat bölmərəm. Yəni bir dəfəlik 30 dəqiqə, 40 dəqiqə, 50 dəqiqə nə qədər çəkəcəksə onu danışardım. Və mənə o qədər də önəmli deyil ki, kim nə qədər baxış sayı olacaq, kim bəyənəcək, kim like qoyacaq, kim neynəyəcək. Mən borcumu yerinə yetirirəm, deyirəm Allahın izni ilə. Yəni, kim bəyənir, kim bəyənmir, artıq əlhamdülillah, o hər kəsin öz işidir. Kim faydalanmaq istəyir, faydalansın, faydalanmaq istəmir, əlhamdülillah, başqa şeyə getsin, faydalansın. Yəni, bu məcbur deyil. Mən sadəcə Allah yanında öz vəzifəmi yerinə yetirirəm. İnşallah ki, bəlkə indi haçansa, kiminsə qabağında çıxar, kimsə Quran oxuyar, maraqlı olar, öyrənmək neysə istəyər, inşallah öyrənər, baxar, faydalanar bir şey öyrənər. Bu da mənim Allaha olar xidmətim. Yəni buna görə. Məqsəd yəni budur.